Axşamınız xeyir dəyərli dostlar. Şirkətin 33 illiyi ilə bağlı möhtəşəm bir tədbir olacaq sabah. Hal-hazırda həmin səhnədəyik, məşqlər davam edir. İzləmədə qalın, sabah buradan möhtəşəm paylaşımlar olacaq. Dəyərli dostlar, hal-hazırda biz Pekində, Tianjin şəhərində şirkətin mərkəzi ofisindəyik. Hər zaman sizə bizim sistem haqqında məlumat verəndə bu möhtəşəmlik haqqında məlumat verilir. Gördüyünüz kimi biz sabah möhtəşəm bir tədbirin şahidi olacağıq. 3 nominasiyada burada bizim Azərbaycan nümayəndəliyi çıxış edəcək. Onların hər birini sizə paylaşacağım. Bu möhtəşəmlik onu göstərir ki, biz Azərbaycanda, bütün dünyada, 124 ölkədə çox məşhurdur və Azərbaycanda da biz bunu yaşatmağa çalışırıq, daha da irəli aparmağa çalışırıq. Bunun üçün də əlimizdən gələni edəcəyik rəsmi nümayəndəlik olaraq. Bizi izləmədə qalın, hər şey möhtəşəm olacaq. Bütün buradan müştərilərimizə, bütün auditoriyamıza xoş məlumatlarla, gözəl məlumatlarla gələcək. Özünüzə müğayət olun, görüşərik. Hər il tədbirdən öncə şirkətin mərkəzi ofisinin həyətində bayraq qaldırma mərasimi olur. Hal-hazırda cənab Li Junyan şirkətin prezidenti səhnədədir və hər birimiz bu möhtəşəm səhnədə hazırıq. Bu gözəl anları bir daha yaşamaq üçün 2023-də biz həmin anı bir dəfə yaşamışdıq və hal-hazırda 124 ölkənin nümayəndəliyi ilə birlikdə biz də həmin bayraq qaldırma mərasimində iştirak edəcəyik. Bəli dostlar, bu binada gördüyünüz bina bütün TNS-lə bağlı videolarda, şəkillərdə gördüyünüz bizim şirkətin prezidenti cənab Li Junyanın əyləşdiyi həmin o binadır. Bütün sistem buradan idarə olunur. Yəni bütün 124 ölkənin fəaliyyəti, bütün işlərin hamısı buradan idarə olunur. Möhtəşəm bir tədbir olacaq axşam, hal-hazırda ona hazırlıq gedir və burada da möhtəşəm binanın daxilinə keçməyə çalışacağıq hal-hazırda. Yəni bütün sistem buradan idarə olunur. Bütün 124 ölkənin fəaliyyəti, istehsalatla bağlı qərarlar, hər bir şey buradan verilir və bizim prezident tərəfindən də təsdiqlənir. Və həmin binaya daxil olduq. Hal-hazırda prezident öz qonaqları ilə burada xatirə fotosu çəkdirir və təbii ki, biz də bu fürsətdən istifadə edib öz nümayəndəliyimizlə birlikdə onunla foto çəkdirmək şansını qazandıq. Gördüyünüz kimi bunlar unudulmaz anlardır. Dostlar, hal-hazırda biz yenə Empirik mərkəzinin qarşısındayıq. Gördüyünüz kimi axşama hazırlıq gedir. Burada bütün ölkələrin bayraqları səhnəyə çıxacaq və bayraqların zirvəyə qaldırılması tədbiri olacaq. Burada həm Türk, həm Azərbaycan bayrağı, həm də 124 ölkənin bayrağı yer alır. İnşallah biz TNS əməkdaşları olaraq, Azərbaycan nümayəndəliyi olaraq həmin bayrağı inşallah ki səhnədə qürurla dalğalandıracağıq və bu tədbirin sonunda da biz səhnəyə çıxan əməkdaşlarımızı görəcəyik. Onları da mən sizə təqdim edəcəm. Müxtəlif mükafatlarla bugün səhnədə olan əməkdaşlarımız olacaq. Öz fəaliyyətlərinə görə bu biznesin vaxtında düzgün qərar verib, başlayıb və bu səviyyəyə gələn əməkdaşlarımızı sizə təqdim edəcəm və siz də onların sırasında ola bilərsiniz. Onlar kimi uğurlu, onlar kimi belə dünyanı gəzib, səhnələrə çıxıb, gözəl pullar qazana bilərsiniz, mükafatlar qazana bilərsiniz. Hətta sizə axşam bir sürprizim var. Bu tədbirdə bizim bir mükafatçımız səhnəyə çıxacaq. Elə bir mükafat qazanıb ki, yəni onu bəzən bizdə Azərbaycanda inanmırlar. O gün mən onu real şəkildə sizə təqdim edəcəm. İzləmədə qalın, inşallah hər şey əla olacaq. Bura şirkətin mərkəzi ofisinin girişidir və artıq 124 ölkə nümayəndəliyi bura axın etməyə davam edir. Çünki axşam möhtəşəm bir tədbir bizi gözləyir. Şirkətin 33 yaş
tədbiri burada baş tutacaq. Minlərlə insan həmin tədbiri izləmək üçün bura gəlib müxtəlif ölkələrdən və biz də öz Azərbaycan komandamızla birlikdə burada iştirak edəcəyik. Və tədbir öncəsi o qürur verici anı yaşamaq üçün Azərbaycan nümayəndəliyi öz yerini artıq tutub bayraqların meydana gətirilməsi anını birlikdə yaşadıq. Çox qürur verici bir andır. 124 ölkə içində Azərbaycan bayrağını dalğalandırmaq, komanda ilə birlikdə öz gücümüzü göstərmək möhtəşəm anlar, möhtəşəm hisslər idi. The national flag contingent of the Germany is approaching us. 乐高多尔国旗方阵稳健登场。Please welcome the national team from Ecuador. Bəli dostlar, bayraqların meydana gəlməsi anını ağaca canlı yaşayır. Yer şirkətinin Azərbaycan nümayəndəliyi hal-hazırda Azərbaycan bayrağını Pekində baş mərkəzdə dalğalandırır. Bu möhtəşəm anı sizlərlə bölüşürəm. Hər birinizə də bunu qismət olsun arzulayıram inşallah. İzləmədə qalın, maraqlı görüntülər gələcək. Помашем флагами и покажем, как крепка наша дружба. Под развивающимися флагами вместе отправимся в новое путешествие. 此刻，这一面面承载着不同语言、不同文化，却同样闪耀着共享共赢。未来合作共赢的坚定期许。每一步坚定的步伐中，都是天使集团全球布局、本地深耕战略的生动实践。每一次旗帜的迎风舒展，都是天狮与世界各国携手共创健康生态的。每一缕温暖的灯光，都在诉说着我们对这场庆典的满心期许。现在，让我们以最。 Artıq tədbirimiz başlayır. Sadəcə bu möhtəşəmliyi izləmək lazımdır. Tədbirin başlanğıcı üçün möhtəşəm bir şou hazırlanıb. Hal-hazırda prezidentin səhnəyə gəlişi və rəsmi şəkildə tədbiri açıq elan etməsini gözləyir. Buradakı bütün nümayəndəliklərin, əməkdaşlar, bütün qonaqlar, hər birimiz bu anı gözləyirik. Və budur, gözlənilən an gəldi çatdı. Artıq şirkətimizin prezidenti səhnəyə doğru yola çıxır öz ofisindən və ilk öncə ofisin daxilində qurulmuş o möhtəşəm abidənin qarşısında xatirə fotosu çəkdirir və sonra da səhnəyə doğru irəliləyir.
tədbirin başlanmasını gözləyir. Minlərlə insan dünyanın hər bir yerindən TNS-çilər burada toplaşıb və bu möhtəşəm tədbiri gözləyir.掌声欢迎柬埔寨监察部副部长钱明光先生。Please welcome for us the 65 and 67 Prime Minister of Kingdoms of Belgium. Və o gözlənilən an gəldi çatdı. Cənab Lijunyan şirkətin prezidenti artıq səhnədədir və hal-hazırda bu tədbiri rəsmi şəkildə açıq elan edir və bundan sonraki mərhələdə bizi möhtəşəm anlar gözləyir. Hər birini sizlərlə paylaşmağa çalışacağım. İzləmədə qalın. Hal-hazırda TNS-in himni səslənir və bütün TNS-çilər bu himni səsləndirir. Artıq tədbirin rəsmi hissəsinə keçirik və səhnədə yüzlərlə insan görürsünüz. Müxtəlif mükafatlar üzrə bugün qaliblər səhnədə olacaq və bu ilk mükafat üçün səhnədə olan əməkdaşlardır. Dünyanın bütün TNS-çilərinin içindən seçilən insanlar, əməkdaşlar və hal-hazırda Azərbaycan bayrağını səhnədə görürsünüz. Bu çox qürur verici bir andır. İlin ən güclü 3 ulduzlu əməkdaşlar mükafatında Azərbaycanı təmsil edən 3 əməkdaşımız hal-hazırda səhnədədir. Fidan xanım, Aysel xanım və Məryəm xanım. Uğurlarınız daimi olsun. Bu uğur heç də təsadüfi deyil. İllərin, günlərin əziyyəti, çəkilən o əziyyət, dəqiqə ilə, saatlarla, günlərlə çalışılmış və bu günlərin təməlini illər öncə çəkdikləri əziyyətlə qoyub, bu gün də həmin o əziyyətin bəhrəsini görürlər və bu anları həm bizə yaşadılar, həm də özləri yaşayırlar. Hər birini təbrik edirik, uğurları davamlı olsun. Bu anlar möhtəşəm idi, həmin an orada olub bu anı yaşamaq həqiqətən möhtəşəmdir. 阮俊秀、马长坤、黄渊俊、叶维柱、邹一真、姚新言、姚文倩、季飞、赵艳秋、方洋洋、李凤丽、戴水珍、严若如、罗顺伟、李希珍、肖丽、志浩、吕秀丽、刘书汉。掌声有请极客科技 CEO 王飞先生，天狮集团 CFO 刘洪春女士登台，与获奖嘉宾合影留念。 Let's welcome Chika CEO Mr. Wang Fei and also the TNS Group CEO Liu Hongchun 女士。 These members on the stage, they are the future hope of TNS and the driving force for the team's progress. We believe that in the next each one of you that will become the future leader in TNS Group. 让我们最热烈的掌声再次祝贺所有获奖嘉宾，铆定目标，锐意进取，这就是大力的支持。 Digər bir mükafatı hal-hazırda sizə təqdim edirəm. Səhnədə Elçin Ağayevi görürsünüz. Azərbaycan nümayəndəliyinin rəhbəri artıq illərdir bu sahədə hər gün dayanmadan çalışan və öz komandasının inkişafı üçün
əlindən gələni edən əsl lider, əsl rəhbər Elçin Ağayev hal-hazırda səhnədədir. Bu mükafata görə biz onu təbrik edirik komanda adından və bugün 2 mükafat üzrə səhnəyə çıxdı. Gördüyünüz kimi yeni liderlər mükafatına və ikinci bir mükafatı da sırf çempionlar adında yeni mükafat var idi ki, Elçin müəllim Azərbaycan nümayəndəliyində səhnədədir. Hal-hazırda görürsünüz bir medal, bir sertifikat və Azərbaycan nümayəndəliyindən bu ilin çempionları, yeni lektorları nominasiyası var idi və orada da Elçin müəllim Azərbaycanı təmsil edirdi. Bir daha komandamızdan təbrik edirik, uğurları bol olsun. İnşallah bütün əməkdaşlarına da bu anları yaşamaq qismət olsun. Burada isə Guinness Rekordlar kitabına düşən Prince'in rəqsini görürsünüz. Həm səhnədə, həm səhnədən aşağıda əməkdaşlar bu rəqsə qoşulurlar və bu il həmin rəqs bir daha dünyada tanındı və Rekordlar kitabında yeniləndi və bunun sertifikatını da inşallah ki, irəliləyən dəqiqələrdə sizə təqdim edəcəm. Və artıq günün ən möhtəşəm mükafatlarından birinə gəldi sıra. Şirkət bilirsiniz ki, illik fəaliyyətinə görə əməkdaşları dəyərli hədiyyələrlə mükafatlandırır və gördüyünüz bu möhtəşəm avtomobil şirkətin hər il öz əməkdaşlarına yüksək statuslara, yüksək komanda dəyərlərinə və gəlirlərinə görə verilən mükafatdır. Bugün bu mükafat üçün səhnədə yüzlərlə Guinness əməkdaşını görəcəksiniz müxtəlif ölkələrdən və təbii ki, yenə də Azərbaycan bu sahədə də səhnədə olacaq, bu mükafatda da səhnədə olacaq və yenə də bayrağımız səhnədə dalgalanacaq. Avtomobil mükafatında da bu dəfə daha fərqli bir əməkdaşımız səhnədə olacaq, daha gənc, daha aktiv və öz fəaliyyətinə görə Azərbaycanda bizim ofisdə də seçilən və nümunə göstərilən əməkdaşlardan biridir. Azərbaycan bayrağı səhnədədir. Azərbaycan bayrağı ilə səhnədədir. Bizim maşın mükafatçımız, avtomobil mükafatçısı Murat Hüseynov. Qürur verici andır. Bu gəncin hal-hazırda 25-26 yaşı var. Təsəvvür edin, yəni bu insanın 25 yaşında bəlkə də bu videoda izləyən indi bir çox gənclər var. Instagramda, yansın mesajı qrupda, yansın gözəllik salonunda öz vaxtlarını keçirir, amma bu gənc uşaqlar öz karyerasını vaxt bitirmədən indidən başlayır. Və hal-hazırda Murat Hüseynov Azərbaycan bayrağıyla səhnədədir. Möhtəşəm an. Həm Fərmin müəllimi, həm Murad müəllimi təbrik edirik. Bundan sonraki uğurları da bol olsun. Və möhtəşəm hisslər 100.000 insanı içindən səsləndirdi və həmin Azərbaycan bayrağı.
Və həmin o mükafat budur, dəyərli dostlar. Bu avtomobil şirkətin öz əməkdaşlarına ayırdığı həmin o dəyərli mükafatdır. Öz fəaliyyətinə, öz işlərinə görə bu mükafatı qazanmaq hər bir əməkdaşın öz fəaliyyətinə görə təbii ki mümkündür. Hər kəs bu mükafatı qazanmaq istəyər təbii ki. Və bu insanlar, dəyərli dostlar, görün necə xoşbəxtdirlər, görün necə sevinirlər. Hər ölkədən burada şəxslər var. Möhtəşəm avtomobilin qalibləri və nəhayət bu anda sizə sevgilir. 来中国区的，我们不要乱动，来，我们回去，我们先回去。中国区的请回去 ，please move back, move back。来，我们保持正面，我们先保持好不好？中国区的请保持，中国区的保持，保持，保持，不要乱，不要乱。Africa, move back, move back, move back, move back, 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 move back, back. Cənab Van Fey görürsünüz səhnədə şirkətin CEO-su və dünya üzrə marketinq sisteminin rəhbəridir. Və hal-hazırda cənab prezident çıxış edir. Bu möhtəşəm tədbirin qapanışını edir. Cənab Lijinyan bütün bu sistemin yaradıcısı və hal-hazırda Pekində və Çində ən varlı 33 insandan biridir. Bu möhtəşəm tədbirdə özü bitirməsi ən kreativ. Bir şey də vurulamaq istəyirəm ki, bizim prezidentin hər zaman çıxışlarında mən 2023-də də onun çıxışını canlı izləmişdim burada Pekində konferansda və indi də gördüyüm qədərilə həqiqətən danışanda duyğulanır və bu sistemi necə ayaqda saxladığını onun bütün hərəkətlərində, danışığında, gözlərində oxumaq mümkündür. Bütün gəlirlərini, hər bir şeyini bu şirkəti ayaqda saxlamaq üçün fəda edib vaxt ikən həm pandemiya dönəmində, həm ondan öncə və illər öncə şirkətin çətin durumlarında istehsalat dayanmasın deyə bu dəyərli istehsalatı bütün dünyaya çatdırsın deyə əlindən gələni edib. Buna görə də əgər biz bu sistemdəyiksə bugün, qazanırıqsa, dünyanı gəziriksə, insanlara sağlamlıq bəxş edə biliriksə, bizim dəyərli prezidentə həqiqətən də borcluyuq, həqiqətən də dəyərli təşəkkürümüzü bildiririk. 来，有请第一小姐收起我们珍贵的礼物。一尊铁狮，守护一方水土。 Hər il şirkətin tədbiri müxtəlif ölkələrdə keçirilir. Yəni fərqli tədbirlər keçirilir ki, bunlardan ən önəmlisi doğum günü tədbiri olur. Yəni bu il 33 illiklə bağlı öz ölkəsində keçirildi. Keçən il və ondan öncəki illərdə biz yenə də ad günü tədbirlərində iştirak etmişdik. 2023-də yenə Pekində keçirilmişdi və gələn il bizə hansı ölkədə keçiriləcəyini belə təqdimat videosu ilə göstərdilər. Yenə möhtəşəm bir tədbir bizi gözləyir. 2026-da Balidə, Jakartada, yəni İndoneziyada şirkətin doğum günü tədbiri keçiriləcək. Həm istirahət, həm tədbir bir arada olacaq. Bunun da məlumatını bizə sürpriz olaraq cənab prezident elə səhnədəcə bu video ilə bizə hədiyyə etdi. 是天池事业发展的价值观。那今天的这份信任与期许也将会化为具象信物，传递给两位重要嘉宾。那有请主席主席将代表天师健康，代表天师的财富，代表天师数字资产，开启我们未来之门的金钥匙，颁发给来者手下。家人们，掌声响起！ This is a special moment that we have presented the golden key to Mr. Letterman and also Miss Diana Pan from our president, Mr. Li Jingyuan, as appreciation and the tokens. 好，也再次祝贺 Diana Pan 女士获得这把珍贵的金钥匙。 Let's congratulations again to Mr. Letterman and also Miss Diana Pan to receive the special tokens of this golden key. 好，也请董书记主席，请 Diana Pan，请
来入首相到 Bu 嘉宾席 tədbirdə 就座。 müxtəlif ölkələrdən 再次祝贺各位 prezidentin öz dəvəti ilə gələn qonaqlarımız da var idi, fəxri qonaqlarımız. Onlarla birlikdə prezident səhnədə həmin tədbirin artıq qapanışını etdi və növbəti ildə bizi nələr gözlədiyini də özü şəxsən vurğuladı. Bu da sizə bayaq izah etdiyim həmin o rəqslə bağlı şirkət Yenidən Rekordlar kitabında öz yerini təzələdi və bu da həmin o sertifikatdır ki, Azərbaycan nümayəndəliyinə də təqdim olundu və biz də sertifikatımızı götürərək artıq buradakı səfərimizi yekunlaşdırırıq. Və bu da 33 illiyə özəl şirkətin prezidenti tərəfindən tədbirdə iştirak edən hər bir əməkdaşa verdiyi o gözəl medal. Bəli dostlar, şirkətin həm 33 illiyi ilə bağlı keçirdiyi möhtəşəm tədbiri, həm Tianjindəki istehsalat bazamız, empirik mərkəzimizlə bağlı məlumatları sizə həm bundan öncəki hissələrdə, həm də bu hissədə geniş şəkildə paylaşmağa çalışdım. Səyahətimizin son hissəsi ilə bağlı Şanxay şəhərinə yollanırıq. Şanxayda möhtəşəm məlumatları, o şəhərin gözəlliklərini sizlərlə paylaşacağam. Çin səyahətini bununla da yekunlaşdırmış olacağıq. Əgər siz də bundan öncəki hissələri izləməmisinizsə, həmin hissələrə YouTube kanalından daxil olub izləyə bilərsiniz. Bu hissəni də izlədiyiniz üçün hər birinizə sonsuz təşəkkürümü bildirirəm. Şanxay ilə bağlı 5-ci hissədə görüşmək üzrə. Özünüzə yaxşı baxın. Hələlik.